Günümüzdə hansı ki pestisitlər bir yandan və qidaların güvənliyi böyük bir sorun halında sunulub. Palma yağları buradan gəlir, Azərbaycan oradan gedir, Türkiyə buradan gəlir. Antep fıstığı haqqında danışırlar. E, Başqa bir dənə yadıma salım, mən çox hansı qidalardan danışırdım. E, Çox yerdə danışılmayan, amma onsuz da fast food zəncirləri hər daim danışırlar ki, onların içində nələr qatılır ki, illərlə yəni heç bir şey olmadan qala bilirlər. Təzəlikcə başqa bir iddia ortaya atılıb ki, orada yəni bu vaxta qədər bildiyimizdən əlavə, hansı ki dediyim, saydığım 1-2 ölkədən deyil də, başqa ölkələrdə artıq səsləri yüksəlib deyilənlərə görə, mən də sadəcə o deyilənin yalancısıyam, belə deyim. O həmin o ətin ya ətə bənzər bir şeyin, hansı ki yapay ət mövzusu, artıq yapay olan hər şey mövzusu lap masum qalır da mövzunun yanında. Həmin o fast food zincirlərində istifadə olunanlar, ətlər nə əti ola bilər? Çox dərinə getmək istəmirəm, çünki artıq o düz yayılar yayılmaz. Mənim anlatmağım doğru olar olmaz. Hər kəs öz çapında, hamının interneti var, telefonu var, dünyaya çıxışı var, araşdıra bilir. Bəlli mövzuları kimlənsə müzakirə eləmədi, öz-özünə saxladı. Bu bir şey, yəni mövzumuz o deyil. Yenə nədən danışırdım, unuttum. Mövzuya o qədər geniş giriş eləyirəm, o gedişat olaraq, yəni hər şeyi o qədər uzadıram ki, artıq nə deyəcəyimi unuduram. Hə, bir şeydən danışmaq istirdim. Marketdə səhv eləmirəmsə 1 manat civarıdır, 1-2 manat civarıdır kruasan. İçliklər barədə müəyyən hər şey seçə bilərsiniz. Qatılaşdırılmış süd olsun, şokolad olsun, ya cem olsun, çiyələk cemi, onda qırmızı rəng verən böcək ölüsüdür falan deyirlər. Vişnəli yoğurtlar olsun, çiyələkli yoğurtlar olsun. Bunları almayın. Pomada da deyirlər o var. Ona qalsa pomada və nəmləndirici kremlərdə daha əvvəl başqa bir şey olduğu iddia edildi. Onu sorun eləməyən bunu niyə sorun eləsin? Biraz qəribə gəlir adama da. Yəni dediyim kimi tək kruasan içliyindən yox, eyni ilə yoğurtlarda da qırmızı rəngi tərcih etməyin falan şey ola bilər. Adətən dindarlar tərkib araşdıranda o mənada videolar çəkirlər. Artıq nəyisə həm pisləməkdən, həm tərifləməkdən qorxar bir hala gəlmişəm. Hamı kimi mən də yaxşı giyinmək, yaxşı yemək, yaxşı gəzmək, nə bilim, hər şeyi yaxşı, keyfiyyətli şəkildə eləmək istəyirəm, amma hər kəs bu istəklərinin arasında bunu edənlərin və başqa bir şeyi bunu yəni ürəyi istəyən hər cür yaşayıb da artıq başqalarının mən yaşadığım həyatı istəməməsi adına hər şey eləmək, bilməm bunu deyəndə nə nəzərdə tuturam. Ola bilsin ki, anladığınız bəsit bir şeydir. Yəni çox mən ifadə eləməsəm də anlaşılması çox da çətin olmayan bir şey deyil də. Yəni təbii ki, qat-qat xəmirə, milföy hazır almaq ya evdə özün hazırlamaq, hamı bilir ki, ona çox yağ qatılır da. Fəsəli kimi əslində, hə, bir var adi lavaş eləyəsən, fətir eləyəsən evdə, bir də var arasına təkrarən yaydığın o fətirin içinə yağ qoyursan, təkrarən belə-belə yumru bükürsən, daha sonra yayırsan, daha sonra çox qəşəng qat-qat yağlı xəmir alınır da, fəsəli deyilir. Dəhşət dadlı olur. Biz həmişə yeyirdik. Zaten fazla kilolarımızın da hardan mənşəni götürdük bəllidir. Ona qalsa biz kök soku da içirdik. Hər faydalı bir şeylər də eləyirdik. Boranın suyu da çox xeyirlidir. İndi sadəcə videolardan baxıram. Pancar çox xeyirlidir, çuğundur. Hər şey çox xeyirlidir və hal-hazırda mən o qidalardan o qədər uzağam ki, onları həm təbii halda tükətmək, həm suyunu içmək, kələviz suyu təzyiqi salırmış səndimə, ya da fermente olmuş bir halda turşu halına salıb da onları qəbul eləmək, prebiotik, probiotik, hər kəsin sağlamlığına diqqət etməyə çalışdığı belə bir dövrdə informasiyanın çoğunluğu, yaygınlığı ön planda olduğu bir şeydə. Nəysə, kruasan çox şişkin formadadır, xırt-xırtdır da, qəşəng. Qiymət 6 manat civarıdır.
Eee, şey, içərisində yəni hələ ki şirin dad gəlir. Yağ, kərə yağı ona şirin dad qatır. Hansı ki mən sevmirəm o dadı. Hər şeyə kərə yağı, xorəyə də ona qalsa mən düşünürəm ki, kərə yağı şirin eləyir də. Bir var ki, çuğundur qatasan ya kök qatasan, deyəsən ki, hə filan şeyi bu şirinləşdirdi. Duz istiyotla bağlayım həmin dadı. Bir də var ki, bunun içində bilirsən ki, yağ var, un var, xəmir var, su var. Nə bunu şirin eləyə bilər? Həm də həqiqi kərə yağlarının şirin olduğunu düşünürəm, bilmirəm niyəsə. O gözəl yağların da dadını bilsin. Mən kərə yağı səhər yeməyini yemirəm, yeməklərə işlətmirəm. O birisilər də rafinə edilmiş, onlar hamısı zəhərdir deyirlər, duru yağlara da. Yəni də hərənin öz ağız dadı var, ağız dadına uyğun yediyi bir şeylər var. Ağlıma ancaq Fransız yazıları olan yağ gəlir. Onu da ən son sentyabr ayında görmüşdüm. Nəysə, bir də maraqlı bir yağı bu yaxınlarda görmüşəm. Təbii ki, Bakıda görmüşəm. Başqa yerdə yox. Nəysə, çox dediyim kimi xırçıltılıdır, şişkin formadadır və təsəvvür açmışam, yeyirəm. Yadıma da düşür ki, bəs şirniyyatdan və ekməkdən, karbohidratdan uzaq duracaqdıq biz. Yəni arıqlamaq istəməyin, ödəm atmaq istəməyin ilk şərti bu idi də, hamı əzbərləyib. Çörəyi şirniyyatı kəs arıqlayacaqsan, çörəyi şirniyyatı kəs. İlk anda heç şokoladlı götürmüşdüm. İlk anda əslində mən vanilli xoşlayıram. İlk anda gəlmir də, içlikdən heç bir əsəri yoxdur. Yeyirsən bir xeyli, həmin o şirin dadı hiss eləyə. Sanki pesok yeyirsən də. Yox, abartmayım. Normalda o lazımsız şokoladları əridəndə ya yeyəndə görürsən ki, pesokdadır. Heç o normal ərimir də. Gerçək şokolad tapanda onu yeyənlərin o necə həz, koku mənasında ətri qəşəngdir. Bir də o həqiqətən bitter şokolad axı adamın əhvalını yüksəldən bir şeydir. Bir də başqa bir şeylərdə də istifadə olunur. Adətən reql dönəmində qadınların tükətimi ilə assosiasiya olunsa da, bitter şokolad mənə elə gəlir ki, çox başqa kullanım alanları da var. Sonra içliyə rast olunur, içliyi fışqırır, belə çıxır. Bol qoyulub, amma üstdən hiss olunmur da, orta və axırlara doğru daha geniş miqyasda görülür. Başqa nə demək istəyirəm? Dediyim kimi, yağın o qatdığı şəkərli bir daddır. Pesok dadı yox, bayaq abartdım. Əslində, qurmə olmanın ilk şərti, mən özümü qurmə saymıram. Çünki mən yeni qidalar demək olar ki, deneməyi sevmirəm. O səyahət edib qəribə qurtlar, böcəklər yeyib, sizə acıq verənlər var. Onlardan deyiləm də, yəni. Amma fikirləşirəm ki, yeməyi qurmə bir qırağa qalsın. Qurmədir, qurmandır. Yeməyi sevməyin ilk şərti mənə elə gəlir, yeni bir şey tatdığın zaman ya da başqa yerdə bir şey yediyin zaman, hansı ki onun hazırlanma prosesində iştirak eləməmsən, onun içindəki, tərkibindəki nə olduğunu anlamaqdan keçir də məncə. O da yaxşı bir şeydir ki, yəni də yediyin bir şeyin içində nə ola biləcəyini təxmin edirsən və ya resepti almadan deyirsən ki, mən bunu hazırlayaram orada. Dadına baxıb bir şeyin içində o dəqiqə sən resept üretirsən və başlayırsan onu hazırlamağa. Elə konseptlər çoxdur. Bir var dizlərdə olan yeməkləri də hazırlayanda həmin o fraqmenti qoyur. Bir də var dışarıda nə yeyir, bəyənir, bax olduğunu düşünüb gəlir verir anasına. Bunu hazırlayaq evdə, həm çox, həm cəb dostu bir şey alınsın. Qənaət baxımından, həm də içinə nə qoyduğumuzu bilək də, yəni. Amma düşünürəm ki, sən nə qədər çalışsan da, o şeflərin gizli sirləri olur da, müəyyən mənada onları açıqlamırlar. Onda da əgər o açıqlasa, restorana heç kim getməz də, belə düşünəndə. Orada yediyin bir şey nə qədər bayılırsan, həm də o bağımlılıq yaradır axı bəli qidalar, o elə market qidalarına da aiddir, cipslərə falan. Tərkibində olan bir şeylər, bir çox həkimlər paylaşım edirlər ki, tərkib oxumursuz, orada yenə başlayan, nə bilim, başqa bir şeylə başlayan, sonu belə gələn filan şeylə böyük düşməndir, belə də elədir. Yəni, o sənə resepti açıqlasa, oraya getməyin mənası olmasa, hər şey evdə gözəl bir şəkildə eləyərsin. Elə məsələ də oradadır da, o gizli sirlər açıqlanmır.
Başqa nə demək istəyirəm? Yəqin heç 10 dəqiqəlik video alandı.